پزشکیان و دار دستش نتونستن اوضاع اقتصادی رو سامان بدن، روحانی و دار دستش نتونستن اقتصاد رو سامان بدن، چرا سلیمانی ها رو زیر سوال میبرید که جانشون رو گذاشتن؟ این خیانت به این ملته. آدرس غلط دارید میدی، این به این معنا نیست. امنیتش و بارها اعلام کرده ایم که در صدد گسترش نفوذ اسلام در جهان و کم کردن سلطه جهانخواران بوده و هستیم. Mənim nəzərimə gəlir ki, indi bəhtərin yol iki biz eləyə bilərik. Azərbaycan türkləri və ya ədəmi təmərküz istəyənlər eləyə bilər, əncam verələr. Bu günləmə pezeşkiyan hovlunda bu iş əncam verə bildik. Ya bir siyasi hizb eləyə bilsək, qoşanmasaq da bəlkə pezeşkiyan gücü ilə təbliğ eləyək ki, onlar qoşsunlar ya onun ətrafındakiler qoşsunlar və biz də bundan həmsu və ya buna qoşulmaqla eləyə bilək. Yavaş-yavaş onu həstələşdirək və siyasiləşdirək. Ta bu bulanıq cəryanı ki var İranın, bu bulanıq siyasətçi vardı. Biz də eləyə bilək, o həstəmizi yaradaraq öz qazancımızı əldə edə bilək. Yoxsa bu cürsündə biz dağınıq görsəniləcək, onlar da ki hətta gücləri azdır, amma həstələri güclüdür. Bunlar çalışacaqlar ki bizim üstümüzdən geçsinlər və bizim bu şəraitimiz çox vaqiəti biraz şikənəndə və sınana oxşayan bir cərəyan görsənir.